Esselamu aleykum və rəhmətullahi və barakatuh. Çox əziz, dəyərli, möhtərəm mömin müsəlmanlar. Bu həftə siz dəyərli cəmaata söhbət açacağımız mövzu müsəlman üzərində 5 haqqı olacaqdır. Əziz, dəyərli möminlər, haqq deyəndə ağlımıza nə gəlir? Bizə aid olmayıb, başqalarına aid olan, məxsus olan, haqqı olan bir şeyə göz dikmək, onu qəsb etmək, əldə eləməyə çalışmaq, onu ondan qoparmaq haqqdır. Bildiyiniz kimi, bu haqda məşhur bir hədis qudsi var. Buyurulur ki, Rəbbimiz tərəfindən, əgər qulumun günahları dənizlərdəki köpüklər qədər olsa, bağışlayaram, əfv edərəm. Amma haqqı, qulumun haqqını ancaq o haqqından vaz keçərsə, bağışlayaram. Əziz dəyərli möminlər, qul haqqı deyəndə hər kəs çox gözəl anlayır, bilir ki, söhbət nədən gedir. Amma bir də bir qrup haqlar var ki, ilkin görünüşdə insan ağlına belə bir fikir gətirə bilər ki, bu haqq sayılmaya bilər. Amma biz şəriətimizi öyrəndiyimiz, uca Rəbbimizin göndərdiyi haqq elçisi Həzrət Rəsul-i Əkrəm aleyhissalatu vesselam vasitəsilə hədislərinin birindən öyrənirik ki, müsəlmanın müsəlman üzərində bir də bizim ağlımıza belə gəlməyən haqları vardır. O haqlara da riayət eləmək boynumuzun borcudur. Allahın Rəsulu aleyhissalatu vesselam mübarək hədislərinin birində, bütün hədis kitablarında mövcuddur. Buyurur ki, Haqqul muslimi aləl muslim xamsun. Raddus selam ve iyadatul marid ve ittiba'ul cenaze ve icabetud da've ve teşmiyetul atis. Sadaka Resulullah. Bu haqlar nələrdir? Allahın Rəsulu belə sadalayır. Müsəlmanın müsəlman üzərində haqqı 5'dir. Bir başqa hədisdə 6 da gəlir. Birincisi, salamını almaqdır. Normalda biz fikirləşərik ki, bir müsəlman qardaşımız bizə salam verdiği zaman onu almasam nə olar? Bilmək lazımdır ki, onu mütləq almaq lazımdır. Əgər o sənə salam verirsə, səni sayır, sənə hörmət göstərir. Səninlə bir müsəlman kimi davranmağa çalışır və bunların timsalında sənə dua edir. Esselamu aleykum nə deməkdir? Sənin üçün uca Rəbbimizdən nemətlərin ən gözəli, insan üçün maddi nemətlərin ən gözəli sağlamlıq. Allah Taala'dan sənin üçün salamatlıq istəyir. Əlin, ayağın, bütün azaların, qəlbin və s. Hər tərəfli Rəbbimiz səni salamat eləsin, sağlam olasan, xəstə olmayasan deyə sənə dua edir. O zaman onun qarşılığında bir müsəlman nə etməlidir? Əlbəttə ki, onu gözəl bir şəkildə o salamı geri qaytarmalıdır. O da dua etməlidir. Bu, eyni zamanda uca Rəbbimizin bir əmridir. Rəbbimiz Qur'an-ı Şərifində Nisa surəsi 86-cı ayədə buyurur ki, Bismillahirrahmanirrahim وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ Sizə əgər salam verilirsə, hər hansı bir salam, fərq etməz, hansı formada verilirsə verilsin, istər ərəbcə, istər onun tərcüməsi, dua şəklində sizə bir salam yönləndirilibsə, fəhayyu, siz də salam verin.
Ama formasını açıqlayır. Ya bi əhsənə minhə, onun verdiği salamın en mükemmel formasıyla, en güzel varyantıyla, ehtiramla, izzetle, onun dediği sözlere əlavə sözler de əlavə etməklə. İlk olarak Rabbimizin tövsiyesi, salam verilen Müslüman ne etmelidir? Salamı en güzel şekliyle geri qaytarmalıdır. Eğer bunu etmirsənsə, heç değilse evrudduha, heç olmasa eynisini geriye qaytar. Necə sənə salam veribsə, sənə hansı şekilde dua edibsə, o duasını olduğu kimi geriye qaytar. Rabbimizin emridir. Biz fikirləşə bilərik ki, salamı qaytarmasaq nə olar? Müsəlmanın üzərindəki haqlarından birincisidir. Raddüssələm, salamı qaytarmaq lazımdır, vacibdir. Qaytarılmadığı təqdirdə boynunda bir haqq ilə o dünyaya getmiş olarsan və nəticə Bismillahirrahmanirrahim. İnnallaha kana ala kulli şeyin hasiba. Allah Teala her şeyin hakkını, hesabatını aparır. Melekleri vasıtasıyla her şey qeydiyyatdadır. Almadığın her bir salam da qeydiyyatdadır. Aldığın zaman en güzel şekliyle aldığın salam da qeydiyyatdadır. Eynisiyle aldığın salam da qeydiyyatdadır. İkinci bir hak boynumuzdadır. İkinci bir hak, eğer biri haktandır, Rahmandandır, askırdığı zaman, bilirsiniz ki insan askıranda kliniki bir anlık ölüm keçirdir. Təzdən eğer nefesini verebilirse, bunun için Rabbimize həmd etmelidir. Elhamdülillah demelidir. Hadiste buyurulur ki, biri askırıp Müslüman kardeşindir, elhamdülillah dediği zaman ona dua etmek boynumuzun borcu ve onun bizim üzerimizdeki hakkıdır. Duanı ise biz yerhamukallah da diyebilirik. Öz Azerbaycan dilimizde sağlam ol da diyebilirik. Çünkü bu bizim boynumuzdaki olan haklardan bir haktır. Bu hakkı eğer yerine yetirmirikse bilin ki boynumuzda hak vardır. Allah Teala her şeyin hakkını hesabını edendir. Növbəti bir hak buyurulur ki, eğer sizi biri davet eləyibsə, bu veya diğer bir məclisə o dəvətə icabət etmək, yani o dəvətə getmək, onu saymaq senin üzerinde olan haktır. Ama burada qeyd etmek lazımdır ki, dəvət, çağırış məşru olmalıdır. Yani şəriətimizə uygun olmalıdır. Milli və mənəvi dəyərlərimizə uygun bir çağırılışa, bir dəvətə getməkdən söhbət gedir. Elə insanlar var ki, elə şirkətlər var ki, elə qurumlar var ki və s. Elə bir zamanda insanları dəvət eləyirlər konferansa və yaxud da başqa bir tədbirə, gəlir cümə namazına rast gəlir. Cümə namazı o konferansdan daha mühümdür. Cümə namazında iştirak etmək, bu dəvət o dəvətdən daha üstündür. Rabbimiz buyurur ki, cümə günü namaza çağırıldığınız zaman alışverişi terk eləyin. Alışveriş misallardan bir misaldır. O zaman o aya nazil olanda insanların əsas məşğuliyyət olarak bilinen bir iş ticaret idi, alışveriş idi. Ama indi elhamdülillah işlerin sayı hesabı yoktur. Hansı işle məşğul olursan ol, bil ki senin o işin sənə görünüşte milyonlar kazandırsa da o milyonlardan keçib. Çünkü cümə namazında iştirak elədiyin zaman ondan daha karlı olacağından heç şübhən olmasın. Növbəti bir haqdan bəhs eləyək. Növbəti haqq isə Allah Rəsulunun buyurduğu kimi bir xəstə Müslüman qardaşın varsa, Müslüman qardaşın əgər xəstəlik ilə imtihan olunursa, sənin üzərində bir haqq əmələ gəlmiş olur. O Müslüman qardaşını mütləq ziyarət etməlisən. Çünki xəstələnmiş insanlar
xəstəliklə imtihan olunan insanlar sağlam insanların xoş əhval ruhiyyəsinə möhtaçdır. Çünki insanların əhval ruhiyyəsinin xoş olmağı, xəstə ziyarətinə gedən bir insanın xəstəyə verdiyi, türklər demişkən moral, əhval ruhiyyə, biləsiniz ki, bəlkə də əksər dərmanlardan daha təsirlidir. Bunu həkimlərimiz etiraf eləyə bilərlər. Əvvəlcə əhval ruhiyyədən söhbət gedir. Ona görə də əgər sən xəstə bir müsəlman qardaşını ziyarət eləmək istəyirsənsə, bil ki, Allah Taala səni bu işdə müvəffəq edər. Şərt deyil ki, müəyyən bir xərclərə düşəsən. Heç nə olmadan da ona dediyin xoş bir söz belə, bil ki, ona veriləcək, bəlkə də nə qədər dərmandan daha üstündür. Ona görə də Allahın Rəsulu əleyhissalatu vesselam buyurur ki, müsəlmanın müsəlman üzərindəki haqlarından biri də, dördüncüsü də xəstələndiyi zaman bir müsəlman onu ziyarət etməkdir. Əziz dəyərli möminlər, beşinci bir haqq isə, əgər müsəlman bir qardaşın bu dünyadan o bir dünyaya köçmüş isə, onun dəfn mərasimində iştirak eləmək də müsəlmanın üzərindəki olan o dünyadan dəyişən, dünyasını dəyişən insanın haqqıdır. Namazında iştirak eləmək, cənazəsində iştirak eləmək, dünyadan köçəni kəfənləmək, onu torpağa tapşırmaq, namazını qılmaq, biləsiniz ki, fərz-i kifayədir, vaciblərin vacibidir. Əgər bunu bir nəfər, ən azı bir nəfər belə yerinə yetirmirsə, dünya üzərində dünyasını dəyişən bir müsəlmanın namazını ən az bir nəfər belə qılmırsa, o zaman bütün dünyadakı müsəlmanların üzərində bu haqq olacaqdır. Ona görə də dünyadan köçən bir insan bizim onun dəfnində iştirak eləməyimizə ehtiyacı vardır. Müsəlmanların iştirakında ehtiyacı vardır. Əziz dəyərli möminlər, son zamanlar deməyim, uzun bir müddətdir ki, müşahidə elədiyimiz belə bir iş var. Görürük ki, xüsusilə cənazə mərasimlərində, cənazə mərasimləri namaz vaxtına təvafuq edir və namaz qılınmadan dəfinə götürülür. Amma ən gözəli, müsəlmana yaraşan, müsəlman cənazəsinə layiq olan iş namazdan sonradır. Xüsusilə bu mərasimlərin məsciddə təşkil olunmasıdır. Çünki əgər bir cənazədə nə qədər çox insan iştirak eləyərsə, o qədər dünyasını dəyişən insan üçün bir bağışlanma, bir dua olar. Çünki bu dünyadan köçənlərin, bu dünyada qalanların duasına ehtiyacı var. Və əqimus salah, cümləniz mübarək olsun.